Hövsan kənddə torpağımız çıxdı satışa. İşığı, interneti, suyu, hər bir şey əziz müştərilərimiz. Hətta həyətdə qazı da var. Birbaşa həyətdə qazı da hazırdır. Torpaq alanın üstündə bir cüt qaz hədiyyə. Yəni narahat olmayın, mənlik də o da. Torpaq yezin xəbəri yoxdur, amma satırıq gedir. Əziz müştərilərimiz, bura bizim əzizimizin bir həyətidir. Yəni dostumuzun həyətidir bura. Buradan yəni ofis haqqı filan tələb olunmur. Kim istəyirsə sadəcə bu reklamdır. Gəlsin bu torpağımızın sahibi ola bilər inşallah. Sənəd, belə deyim də sizə də, köhnə həyət bacadır. Bura dədə-baba həyətidir. Sənədi də var, köklü sənədi də var. Amma özəlləşdirməyə imkanı yoxdur da. Ona görə deyir ki, kim özəlləşdirə bilərsə lap yaxşı özəlləşdirər. Mənim də obş həyət özəlləşir, də elə olanda kupsalaşır. Özəlləşdirər, öz payını da götürər oradan, halal xoşu. Mən bu qiymətə satıram. 4 sotu 22.000 manata deyilir. Yəni real müştərilər gəlib yerində düz indi orada şirinliyi üçün razılaşmaq olar inşallah. Hövsan kənddə yerləşir, yuxarı məscidin yanında yerləşir. Yəni məhəlləsi də idealdır, hər tərəfi yaşayış evləridir. Göstər belə yüngülləri görsünlər xeyr. Həyətində yəni bərəkətli torpaqdır. Bura neçə illər nə əkmişik burada? Əkin əkmişik də. Nə Soğan zaz belə. Soğan filan əkmişik, hövsan soğanı. Pomidor, xiyar, pomidor, xiyar, hər bir şey əkilir. Yəni bərəkətli torpaqdır. Kim istəyir gəlib əkin niyətindən də istifadə edə bilər hələlik. Evdə tikə bilər özü üçün. Yəni burada ətrafda hamıda yaşayışdır. Elə əvvəlində demədim videonu, bayaqdan da istifadə edirəm. Yəni öz məhəlləmiz də demək olar. Buyurub gəlib torpağımızın sahibi olmaq istəyirsinizsə, əlaqə nömrəmiz səhifənin başlığında da çox danışmaq istəmirəm. Yəni quru torpaqdır. Burada deməli tərifləyəsi bir şey yoxdur onsuz da. Gəlin yaxından baxın. İnşallah bu torpaq sizə qismət olsun. Bizə yaxşı baxın. Hələlik.